Qədirxum haqqında danışmaq Peyğəmbərimizin xüsusi tapşırıqlarından biridir. Peyğəmbər öz xütbəsində təkid edir ki, kim bu xütbəni eşitdisə, gərək başqalarına da çatdırsın. Burada deyilən sözləri eşidənlər eşitməyənlərə çatdırsın. Qədirxum haqqında danışmaq çox vacib məsələdir. Qədirxum hələ aktuallığını saxlayacaq. Həmişə də bu aktuallıq gündəmdə olacaq. Və Qədirxum barədə danışmaq, onu qeyd eləməyin də çox böyük əcri var, çox böyük savabı var. Peyğəmbərimizin sünnətinə əsasən 3 gün bu bayram qeyd edilməlidir. Çünki özü də orada 3 gün beyyət alır insanlardan. Qəribə bir hərəkət eləyib Peyğəmbər, buyurub ki, hamı gəlib, əl verib, əli ilə beyyət eləməlidir. Deyiblər, ya Rasulallah, ümumi beyyət olsa olmaz, xeyr, hamı gəlib, əl verməlidir. Bu, davam eləyə bilər, uzun vaxt apara bilər. Buyurdu ki, eybi yoxdur. Uzun vaxt aparsa da, bu, tək-tək hər bir müsəlman əli ilə beyyət etməlidir. Və 3 gün davam elədi. Hətta qadınlar üçün də teştin içinə su tökdülər və Həzrət Əli əlini o teştin içinə saldı. Sonra qadınlar da o suya əlini salmaqla o şəkildə təkidlə Peyğəmbər beyyət istədi insanlardan. Peyğəmbər hikmətsiz iş görməz. Mə yantiqu anil hava in huve illa vahyun yuha. O özündən bir söz danışmaz. Ona deyilənlər hamısı vəhdir. O elədiyi şeylər, danışdığı sözlər hamısı Allahın vəhyidir. Bu qədər Peyğəmbər israr elədi ki, beyyət eləyin. Və bizim bu məclisimiz də hər il beyyəti təzələmək üçündür. Əleyhissalamla, Əhl-i Beytlə. Bir ayə haqqında danışacağım qısa olaraq. Keçmişdə o ayə haqqında çox danışmışam. Hesab eləmək olar ki, bu ayə Əlinin vilayətini qəbul edənlərin xüsusiyyətlərini bəyan edir ki, bunlar kimlərdir? Hədislər var bu barədə ki, bu ayə Əlinin vilayətinə bağlı olan insanların xüsusiyyətlərini bəyan edir. Bu ayədə deyilən xüsusiyyətlər ilk növbədə Həzrət Əli əleyhissalamın özünə aiddir. Ondan sonra onu sevən və vilayətini qəbul edənlərə. Bu xüsusiyyət haqqında Peyğəmbər də Qədir xütbəsində danışır. Bu xüsusiyyətlər bizdə olmalıdır ki, vilayətə bağlılığımız bəlli olsun, Əlinin imamətinə bağlılığımız bəlli olsun. Əli əleyhissalamın vilayətinə bağlılıq iddiasında olub bu xüsusiyyətlərdən məhrum olmaq olmaz. Yəni bu vilayətlə bir araya sığmır. O hansı xüsusiyyətlərdir? Maidə surəsində olan ayədədir, məşhur ayədir. Çoxunuz da eşitmişsiniz bu ayəni. Müraciət möminlərədir. Ya eyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər. Müsəlmanların içində olan bir dəstəyə, yəni müsəlmanlara, möminlərə xitabdır. Ya eyyuhəl-ləzīnə əmənu. Mən yərtəddə minkum an dinihi. Sizlərdən kim dinindən dönsə. Dönsə deyildikdə təfsirçilər deyir ki, yəni dininə yardım eləməsə, dininə kömək eləməsə, dininə dəstək olmasa, fəssəvfə yətilləh biqavmin yuhibbuhum və yuhibbunəh. Allah sizin yerinizə başqa bir qövm gətirər, bir dəstə gətirər. Yəni, sizi dindən uzaqlaşdırar, din neymətini sizdən alar və başqa bir qövm gətirər. Onların xüsusiyyətləri budur ki, yuhibbuhum və yuhibbunehu. Onlar Allahı sevir, Allah onları sevir.